Rəqəmsal maliyyə xidmətləri həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bank tətbiqlərində gördüyümüz fərdi təkliflər, kredit imkanları, kart limitləri və digər xidmətlər təsadüfi müəyyən edilmir. Banklar müştərinin maliyyə vəziyyəti və ehtiyaclarını nəzərə alaraq daha uyğun xidmət təqdim etmək üçün müəyyən məlumatlardan istifadə edirlər. Bəs banklar bu məlumatları hardan əldə edir? Müştəri hesab açarkən, kart və ya kredit üçün müraciət edərkən şəxsiyyət, əlaqə, gəlir və digər zəruri məlumatları təqdim edir. Qanunvericiliyin imkan verdiyi hallarda banklar risklərin qiymətləndirilməsi üçün məlumatları rəsmi mənbələrdən əldə edə bilirlər. Bu məlumatların toplanmasının əsas səbəblərindən biri təhlükəsizlikdir. Müştərinin kimliyinin müəyyənləşdirilməsi, maliyyə imkanlarının qiymətləndirilməsi, şübhəli əməliyyatların qarşısının alınması və qanunvericiliyin tələblərinə əməl olunması bankların məlumatlara ehtiyacını zəruri edir. Bank məsələləri üzrə ekspert hüquqşünas Əkram Həsənov qeyd edib ki, müştərilər adətən bankların onlar barəsində məlumat toplanmasına razılıq verir. Müştərilər adətən bəli, buna razılıq verir və qanunverici də bəli buna imkan verir ki, banklar fərdi məlumatlardan öz idarə etməsi üçün, statistika üçün istifadə edə bilər. Vətəndaş bəli, məhdudiyyət qoya bilər, etiraz edə bilər. Amma bu halda ola bilər ki, onda bank da həmin vətəndaşla işləməkdən imtina edə bilər. Bəs vətəndaş öz məlumatlarının istifadəsini necə məhdudlaşdıra bilər? Bunun üçün müştərisi olduğu banka müraciət edə, həmçinin MyGov.az platformasından şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilər. Lakin vətəndaşlar nəzərə almalıdırlar ki, bu addımı atmaq bankların bəzi xidmətlərindən istifadə imkanlarını məhdudlaşdıracaq. Qeyd edək ki, banklar həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm beynəlxalq qaydalara, həm də Mərkəzi Bankın tələblərinə uyğun olaraq müxtəlif təhlükəsizlik tədbirləri ilə müştəri məlumatlarını qoruyur və buna zəmanət verir. Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim Media.